سلام. آقا محسن سلام و وحید جان سلام و سلام دوستان گرامی. خیلی خوشحالم که اینجا تشریف دارید، ولی برنامه به زبان ترکی خواهد بود. آموزش روزنامه‌نگاری هست برای دوستان آذربایجانی و ترک. در نتیجه امیدوارم که دوستانی که بتونن ترکی رو بلد باشن از این درس ها فایده ببرن. با اجازهتون من میرم که برنامه رو فارسی ترکی ادامه بدم. Salam aleyküm aziz dostlar, xoş gördük. Necəsiz? Mən biraz yubanmışam, 14 dəqiqə yubanmışam. Çox üzr istəyirəm. Özümün iradəmdən xaric, yəni bir işdən dolayı şəhərdən eşikdəydim. Onun üçün biraz gec yetişdim. Teorik dersimizi başlayıram və umaram ki bu teorik dərsdə eləyə bilək şey olsun, yaxşı olsun. Geçen hafta yadınızda olsa teorik derste dedim ki jurnalistler bu işi hərəsi bir amac üçün seçir. Biri seçir ki pullansın, biri seçir ki məruf olsun, məşhur olsun, tanınsın. Biri seçir ki özünün fikrin yaysın, biri seçir ki hizbinin, partiyasının ya dostunun ya bir ideolojiye ki inanır onu yaysın. Biri istir milletin sesi olsun, biri istir kültürünün sesi olsun, biri istir özünün bir özünde bir şey hiss edir, onu yaysın. Yani fikirdən əlavə bir məsələn sənətə, bir hünərə malikdir, istir onu yaysın və 14 şey saydık ki insanlar bunun üstündə jurnalizmi özlərinə iş olarak seçirlər. Mən dostlardan xahiş edirəm, onlar ki vardılar, lütfən share eləyin bunu. Ta eləyə bilək ki nə deyirlər, çox dostlar bundan faydalansınlar. Təşəkkür edirəm. Bu günləri əgər icazə versə sizinlə mən danışacağam jurnalizmin yəni 3-4 cürə jurnalizmin əsli işlərindən danışacağım. Geçen hafta cümlemizin sonu bundan qurtardı ki jurnalizmdə bir mühafizəkarlıq jurnalist var, bir inqilabi jurnalizm vardı və bir də intiqadçı, müntəqid jurnalisti vardı. Bunların fərqi haqda bu günləri danışacağım. Onun üçün də yazmışıq hangi jurnalist. Mühafizəkar jurnalist o jurnalistlərə deyilir ki bir fikirləri yoxdur. Fikirləri mediadan və kitablardan ki oxuyublar, onlardan qırağa çıxmaz. Yəni bunların camiyə görə, ictimaya görə, kültürə görə, tarixə görə, siyasətə görə heç bir fikirləri yoxdur əbəda. Bunların fikirləri nə mənəvarda ailədən gəlir və ictimadan. İctimada bunun içində ailə vardı, dostlar vardı, famillər vardı, otobusda gedir olar vardı, mədrəsə var, məktəb var və universitet var. Yəni insanlar bunlardan alırlar fikirlərini və bunlardan müdafiə edirlər. Mühafizəkar fəqət budur ha. Mühafizəkar mövcud vəziyyəti fikri qəbul edir, ona təslimdir və ondan difa edir. Onun dəyişməsi ilə müxalifdir. Mühafizəkarın fərqi buradadır. Mən əgər bu təxtəmizi assaydım, bunu yazsaydım daha yaxşı olardı. Pəs mühafizəkar, hətta siyasətdə də bu cürdür, heç növ dəyişimi qəbul eləmir. Onun üçün bunların işləri sadəcə jurnalizmdə mövcud xəbərləri yazmaqdır. Və o xəbərlərdə də, məsələn, deyək ki, adamlar gündə ölürlər, özlərini yandırırlar, özlərini öldürürlər. Bunlar özlərindən soruşmazlar. Niyə? Nə olur bu adamlar özlərini öldürürlər? Gündə bir iqtisadın mağazalar, iş yerləri vərşkəs düşürlər, pullarını əldən verirlər, işçilər işdən çıxırlar. Bunlar özlərindən soruşmazlar. Niyə? Niyə belə olur? Bunun əsası, səbəbi nədir? Onlar elə qəbul elə, yox bu sərmayədaridir ya kapitalistdir, elə ona görə belə olar da.
Ya onlar soruşmazlar, nə cür eləmək olar bunun qabağını almaq, nə cür eləmək olar bunu daha yaxşı eləmək olar. Çünki onlar fəqət o sistemdən difa halətinə girirlər. Onu değiştirməyə çalışmırlar. Bunların fikirləri donmuş fikir. O bir dənə gözəl bunun şeyi var, siyasi sözü var, amma mən bunu yazmaq istəyəcəm. İncimad, camid olmaq. İncimad fikri, yəni bunların fikirləri anadan şeyəcən olanda bir neçə il fikir yığıblar, danışqahacan da universitetə gedəndən sonra bunların fikri də bitibdi, qutardı. Bunlar dondular, bunların zehnləri şəkilləndi, heykəlləri, fikir heykəlləri yontandı, qutardı. Bunlar qoydular o meydana, xiyabanın başına qoydular, qutardı, getdi. Bu heykəl qalacaqdı. Bunu da değiştirmək olmaz. Bunlar mühafizəkar insanlardılar. Həm siyasətdə, həm iqtisadda, həm cəmiyyətdə. Bunların yanında vardı bir iddə nə mühafizəkardır, nə inqilabçıdır. Bunlar intiqadçıdırlar. İndi dünyanın, xüsusən İranda intiqad məsələsində çoxlu sözlər var, çoxlu kitablar yazılıbdır. İntiqad nə cür olmalıdır filan, bəhman, bu da bizim dərsimizin bir parçasıdır. Amma fəqət işarə edirəm, çünki bu özü bir dərsdir. 6 vahid bunu dərs deyərlər. İntiqadçılıq nə cürdür, nə cür olar, orada nəzəriyyələri oxularlar, dünyanın kim nə deyibdir, nə cür olubdur. İranın da özünün o rəislər, rüəsalar, müdürlər fikirləri vardı, onları da örc edərlər bizə. Özü bir uzun dərsdir, amma mən ondan çox getməyəcəyəm, çünki o bizim dərdimizə dəyməz. Azərbaycan milli yazarçıların hamısı İçəridə olan yox. İçəridə Güney Azərbaycanın içəridə çıxan rəsmi mətbuatçı dövlətdən icazə alıblar. %99.99'u mühafizəkardılar. Yəni, bunların fikri ya yoxdur, ya da o qədər qorxurlar ki, Tehranda yazılan fikirlər bunlara inqilabidir. Tehranda yazılan ki, özü mühafizəkardılar, hətta islah tələblər. Çünki onlar nəhayətdə bu sistemi saxlamağa çalışırlar. Yəni, islah tələblər özləri mühafizəkardılar. Çünki mövcud sistemdə heç bir şeyi, məsələn, qanun əsasını dəyişmək istəməzlər, əsli vilayət fəqihə əl vurmaq istəməzlər, azadi mətbuatı ilə bu qədər ki vardı, bunu istərlər. Hətta islah tələblərin dövründə 2 dənə məşru mətbuat qanunu tənzim olubdu. Hər ikisi vəziyyəti dalıya aparıbdı, kötüyə aparıb, pis eləyib. Bunun üçün islah tələblər də bu baxışdan, bu zaviyədən, bu açıdan ki mən baxıram, mühafizəkardırlar İranda. İranda mühafizəkarlar ittifaqən bəzi yerlərdə islah tələblərdən çox islahatçıdırlar. Xüsusən bəzi iqtisadi məsələlərdə heç olmasa islah tələblərdən biraz açıqdırlar. Amma onlar hamısı Azərbaycana danışacaq. Güney Azərbaycanın mətbuatı hangisinin əlizi qoyursa üstünə qoyun, bir-iki dənə mətbuatı çıxın ki, Azərbaycançılıq üzündə çalışır. Azərbaycançılıq özü intiqadçılıqdır. Əslən, Azərbaycançılıq kateqorisi mühafizəkarlıqdan çıxır. Yəni, o adam ki, Azərbaycançılıqdır, ən azı, əgər inqilabi deyil, mühafizəkar deyil. Müntəqiddir. Yəni, o qanun əsasının icrasını istəyir heç olmasa, əsli 15'in yap az istəyəni budur ki, deyir, əsli 15 niyə icra olmur? Azərbaycançılığın yap 0 nöqtəsi əsli 15 niyə icra olmur? Oradan başlanır. Bu özü bir intiqaddır. Ki, bunu islah tələblər və mühafizəkarlar və tamami partilər ki, İranda vardı, adına sərasəri hizblər deyirlər, yəni İranın başına, bunların heç birisi deməzlər, danışmazlar üstündə. Ya opozisyon, İrandan eşikdə olan opozisyon ki, opozisyondur, yəni istər Cumhur İslami getsin, onun yerinə gəlsin, onlar bunları danışmazlar. Der nəticə opozisyon ki, İrandan eşikdədir, bizim mənfəətimizin əsasında mühafizəkardır. Fəqət onlar istəyirlər ki, hökumətin planı əvəz olsun. Yəni, Xumeyni getsin, ya Rıza Palani gəlsin, ya Rəcəvi gəlsin, ya filan gəlsin, ya Bəhman gəlsin. Onların davası planın değişməsidir. O halda ki, biz intiqadçıyıq. Bunu baxırsınız, görürsünüz, əgər mənim
bu şeyə baxışında baxsaz, indi bu mən farscacə bu dərsləri desəm, ərəblər də bu cürdür, bəluçlar da bu cürdür, türkmənlər də bu cürdür, qəşqailər də bu cürdür, ondan sonra Ciləklər, Mazənilər də bu cürdür, Lorlar da bu cürdür. Bunlar hamısı bizə taydılar. Tüm müntəqiddilər, əslən hər kəs girə bu kateqoriya ki, mən Azərbaycancıyam və Azərbaycancı olan bir insanın haqqı var cümləsinə inansa, bu mühafizəkarlıqdan çıxır, inqilabçılığa tərəf gedir, amma vəsətdədir. İranda olanlar vəsətdədirlər. Çünki bunlar inqilabçı ola bilmirlər. Bunlar məcburdular, müntəqid olarlar. Məcburdular. Çünki orada edam var, orada zindan var. Bunların əl-ayaqlarını bağlır, intiqaddan eşiyə çıxamırlar. Bunların nəhayət budur ki, qanun əsası islah olsun, bir iddəsi çox yuxarı getsə federalist olar, çox yuxarı getsə cəsur olsa. İran mətbuatına baxsaz, indi məsələn, onların içində bir neçə dənə Azərbaycançı vardı, Qurub adında bir şey çıxır, nə bilim filan, bunlar Azərbaycancıdırlar. Məsələ, bunlara da baxsaz, bunlar da nəhayətdə müntəqiddirlər. Qanun əsası niyə icra olunmur, ana dilimiz niyə yoxdur, iqtisadımızda bu həddican biraz intiqad edirlər. İntiqadda, İranda bu fikri soxublar tamamilə danışqaha gedənlərin zehninə. Döktürlük tibb oxuyanlardan, dava düzəldənlərdən, mühəndislərdən, ta jurnalist olsun, ulum siyasi olsun, fəlsəfə olsun, bunların hamısının zehninə bunu soxublar ki, intiqadçı baxmayacaqsınız. Bir şərt ilə intiqadçı ola bilərsiniz, o da budur ki, intiqad-ı sazəndə, mən indi şeyləri gətirməliyəm, yazmalıyım, yəni tablomu asmalıyım. Bir dəqiqə icazə verin tablomu asın. Və yazmağa başlayaq. Onlar iki mühafizəkardılar. Onlar iki mühafizəkardılar. Jurnalisme muhafizekar, bunlar münfəildirlər. Yəni, camiədə bir şey üz verər, opozisyon da bu cürdür. Diqqət buyurun, bu təhlillər ki, mən eləyirəm, siyasi təhlil də eləyə bilərsiniz bunun üstündə, ya məni nəqd eləyə bilərsiniz hətta. Münfəil, yəni bu ki, mən bu tabloyu gətirdim, astım bura. Bu tablo münfəildir mənim işimə, özündən bir iş görənmir. Mən bunun üstündə bir şey yazdım, bunu özündən bir iş görmədim. Fəqət o işi gördü, mən yazdıqlarımı görsədir. Jurnalist bir ayna kimidir, ən çox tərif ki vardı şeydə, o qədər münfəildir İranda. Budur ki, jurnalist, mühafizəkar jurnalist münfəildir, bir aynadır ki görsədir. Ayrı bir şey yoxdur. Ən çox işi ki bir dənə jurnalist görür, budur ki, bir aynadır. Müsavi bunu qoyaq bərabərdir ayna ilə. Aynadır ki, hər şeyi görsədir. Bu münfəildir. İkincisi müntəqiddir. Müntəqid. Müntəqid benoi etirazçıdır. Əgər bunu biz istəyək bunu öz dilimizdə deyək, müntəqidin yerinə etirazçı deyə bilirik. Etirazçı jurnalist bir şeyə heç olmasa etirazı var. Onu dəyişdirmək istəyir. Onun nəzərindən bir şey düz deyil. O adam ki Urmuc ölü haqqında danışır, o adam ki ana dili haqqında danışır, o adam ki Azərbaycanın milli mənafeyinə görə danışır, o Azərbaycanlı ki iqtisadımıza görə danışır. O Azərbaycanın kəsin fikrində bir Azərbaycan məsələsi var. Deyir ki, burada bir zülm var. Zülm məsələsinə etiraz eləyən
zülmə etiraz eləyən olur müntəqid. Bir şeye müntəqiddir da bu. Bu ayna deyil. Bu hem görür, hem aynadır, hem de özü o nəxşəni cızır. Bunun burası qələtdir, bunun burası iştibahdır, bunun burası səhvidir. Bu zülmü görən, bir yol, bunu mən əgər silə bilsəm, bir ayrı cür imlasını yazsam, yox, silmədi. Ərz eləyim. Zülmü etiraz eləyən, indi ictimai zülm olsun, siyasi zülm olsun, elmi zülm olsun, iqtisadi zülm olsun, bir dana məsulun, müdürün, rəisin zülmü olsun, bir işə, idarəyə falana ya bir iş yerində olsun, bu olur müntəqid. Azərbaycan içində, Güney Azərbaycanda %99 mətbuat Güney Azərbaycan içində, İran içində olan türklərin içində %99 mətbuat aynadılar. %1'i etirazçıdır. %1 mətbuatda ha danışıram. O iki yazılı mətbuat var, orada %1'i etirazçıdır. Yəni, normalda İranda mətbuat belədir, Güney Azərbaycanın mətbuatında şəhridardan ya bələdiyyədən, şəhər şurasından, ustandardan, fərmandardan, bəxşdardan, karxanalardan, filandan, bəhmandan, o müdürdən, bu müdürdən agəhi, reportaj alırlar, reportaj. Reportaj aldıkları üçün hüquqları bağlıdır ona, gəlirləri bağlıdır ona. Bunlar şey eləyə bilməzlər, etirazçı ola bilməzlər. Ona görə münfəil olarlar. Çünki bağlıdır o. Əgər etiraz eləsələr, o reportajı verməzlər. Reportajın pulunu verməzlər. Bunlar qalırlar, nə olurlar? Olurlar şey. İndi, diqqət buyurun, Güney Azərbaycanda gedən prosə, Güney Azərbaycanda gedən prosə mətbuatda Tehranla fərqlidir. Tehranda yazılan məqalələri Güney Azərbaycanda yazmırlar. Tehranda yazılan məqalələr Güney Azərbaycan mətbuatında işləyənlərin gözündən inqilabçıdır. O halda ki, jurnalizmdə onlar mühafizəkardılar. Diqqət buyurursunuz. Çünki onlar heç bir Azərbaycana görə, Kürdistana görə, Türkəmən Səhra-i Cənubiyə görə, Türkmənistan Cənubiyə görə, ərəblərə görə, bəluçlara görə, lorlara görə, bəxtiyarilərə görə, ciyilişilərə görə heç zat yazmazlar. Onların vəziyyəti Güney Azərbaycanı, Kürdistanı, Ərəbistanı, Türkmənistanı görməmək, onların haqlarına görə yazmamaq, o istimara davam verməkdir. Onlar əgər bir şeyləri istəyirlər deyişələr, Tehranda olan farslar üçün, yəni Farsistan üçün deyişmək istəyirlər. Nəhayətdə bu ki, Farsistanın gücü İranda daha çox alsın. Bu adı altında onlar çalışırlar. İndi İranda deyirlər ki, intiqad ya etiraz gərək sazəndə olsun. Bu bir rəsmi sözdür. Yəni İranda həm danışqahlarda, həm idarələrdə, həm də rəis rəsa Haşimi Rəfsanjani dövründən bu günə qədər, hətta Xumeynidə də bu tərif var. Deyir ki, etiraz ki, dedik intiqaddır, gərək düzəldici olsun. Düzəldici. Yəni nə? Sazəndə. İntiqad-ı sazəndə bir dana bir şeydir ki, insanlara deyirlər, yəni danışmayın. Əslən, intiqad etirazdır. Bunda sazəndəlik olmaz. İntiqad bu deyil ki, mən müdürəm, mən mühəndisəm, mən bərnamə tökənəm, mən tövsiə mütəxəssisiyəm, onun üçün deyirəm ki, tüm filan şey bu cürdür, belə eləsəz yaxşı olar. Əslində etirazı sazəndə, yəni münfəil olun, danışmayın. Çünki jurnalist onda ayna olur. Çünki şeydir,
İntiqadi sazəndədə siz gərək yol göstərəsiniz ki, əgər mən deyirəm dolar niyə olub 4000 dolar, bu 5000 dolar, 5000 tümənə yaxınlaşıb deyil, 1 dolar. Mən deyim ki, nədir eləyin olsun 3000 dolar. 3000 tümən hər bir dolar. Bu imkansızdır. Niyə? Çünki jurnalist dövlət deyil, jurnalist ixtisatçı ya bir mütəxəssisi ki, o sahədə olsun, ya bir dövlət sistemində olsun, məlumat olsun, əlində istatistik olsun, amar olsun, deyil ki, eləyə bilsin, ona cavab versin. Etirazçı bir jurnalistin vəzi vəziyyətdən narazılığın deməkdir. İntiqad, pəs bir intiqadın bir mənası oldu, rahatsız olmaq. Rahatsız olmaq. Mən deyirəm, rahatsızam bundan. Burada bir dərd var, burada bir xəstəlik var, burada bir mərəz var. Bu mərəzi dərman lazımdır, dava vermək lazımdır. O dövlətin işidir. Mən burada intiqad eləyəcəm, rahatsızlığımı deyəcəm, dövlət və sistem gələcək, onu düzəldəcək. Məsələn, bir Azərbaycanda maliyyat niyə çoxdur, vergi niyə çoxdur? Buna yol göstərmirəm ki, nədir bunu gətir əşaya elə 2%, niyə İsfahanda 2%-dir, Tehranda, Təbrizdə 16%, 18%, 24% hətta. Çünki 14% gəlib keçən ilkilərin üstünə. Yaxşı, burada mənim vəzifəm nədir? Mənim vəzifəm intiqad jurnalistdə budur ki, gətirəm deyəm, burada bir müşkül var, mən buna etiraz edirəm. Bu etiraz sazəndə ya intiqadi sazəndə buna deyir ki, sən danışma. Danışırsan yol ver. Əgər etiraz edirsən, dövlətə denəm nədir? Necə qanunda məclis, diqqət buyurun, indi buradan aparıram məclisə. Məclisdə deyir ki, nümayəndələr layihə verə bilməz. Nümayəndə nəyə gedib məclisdə? Heç zat dövlət bir dana layihə gətirsin, biz maliyyatı bir qədər bir belə eləyəz, yox, nümayəndə də mənfəətinə görə biraz aşağı, yuxarı onu təsvib eləsin. O halda ki, layihə nümayəndə aparsa nə olur? Bir taza fikir olur. Amma dövlət ona deyəm, niyə gətirənməsən layihəni? Diqqət buyurun. Layihəni nümayəndələr niyə apara bilməzlər? Çünki əgər o nümayəndə qərar ola dövlətə deyə ki, filan işi filan cür gör, gərək dövlətə deyə ki, o filan işi nə cür görün, pulun hardan sənə mən verirəm? Gərək ona pul yeri görsə də. Nümayəndə tüm pul yeri görsədənmir ki, hardan pul çıxat, pulu da gərək millətdən alada. Onun üçün nə olur? Layihə aparanmır. Azərbaycan nümayəndələri ya o türk fraksiyon, Kürdlər də onun içindədir, ərəblər də onun içindədir, bəluslar da onun içindədir, bəzisi, hətta bir neçə fars var onun içində. Bunlar niyə ana dilinə layihə aparanmırlar? Çünki bir dana qanunu özləri keçiblər ki, nümayəndə məclis layihəni o şərtidə apara bilər ki, deyə mənim ana dilim Azərbaycanda rəsmi olsun ki, deyə bunun kitabların çapı hardan gələcək, müəllimlərin pulu hardan gələcək, mədrəsələrin xərci hardan gələcək, yəni bunları ayrı bir yerdən alır. O halda ki, bunlar o qədər münfəil olublar, o qədər aynı olublar ki, mən keçənki dərslərdə dedim ki, bizim məsələn, dərsi kitabda İranda deyək, 500 milyon cildi ildə uşaqlar üçün dərsdə birinci sınıfdan ta 12-ci sınıfacan, əvvəl ibtidaidən ta onun diplomunun axirinəcan Salih Taharrumi dəbiristanacan 500 milyon cild ildə deyək kitab çap olur. Deyək ki, bu belə kitab çap olur. Dövlət tərəfindən millət uşaqlara satılır. Bu kitabların deyək ki, Farsistana 100 milyondur, ya 80 milyondur, 100 milyonu Azərbaycanlılar, türklər üçündür, 100 milyonu qalanları da bölgünən də hərəsi də geçsin o birisi millətlərə. Elə həman pulundan həman kitab çap olur. Sadəcə bir kim ki, indi 10 nəfər ya 20 nəfər ya 100 nəfər ya 200 nəfər ya 1000 nəfər ola, burada türk olacaqdır. Bu 500 milyon kitabın yazarları məsələn 1000 nəfərdir, bunun 500'ü gələcək olacaq türk. Türklərə kitab yazsın, 100'ü gedəcək olacaq ərəb, ərəblərə yazsın, 100'ü gedəcək olacaq bəlus, bəluslara kitab yazsın, dərsi kitab. Həman pulundan bu kitab. Fəqət orada bir bölüm lazımdır. Yəni əvvəlcə ki, hamısı farsı dilinin üstündə, müəllimlərin %99'u bəlusçular, bəlusunu deyə bilərlər.
Məsələn, Güney Azərbaycanda bu günləri bizə əgər desələr, bizi bu günləri müstəqilləsələr, ya bizə bu günləri federal versələr, bizim orada ustadi danışqahlarımız, tamami danışqahlarda bizim türkü dilində dərs deməyə gücümüz var. Həm döktür, həm mühəndislik, həm hüquq belə, qanun. Çünki bizim uşaqlarımız, Azərbaycanlılar gediblər o birisi məmləkətlərdə dərs oxuyublar, hüquq oxuyublar, fəlsəfə oxuyublar, riyazı oxuyublar, fizik oxuyublar, şimi oxuyublar, tibb oxuyublar və bunları türkçe oxuyublar, ayrı dillərdə oxuyublar, bunları başlayıb dərs deyə bilərlər, hələ qalı oradakı ana dili 1-ci sınıfdan ta Dəbiristanın sonuna gəlir. Pəs, İranda qanunlar ki, qeyri-müstəqim insanları ayinə və münfəil edir, qanun var. O qanunlar əsasında insanlar etirazçı ya rahatsızlıqların deyə bilmirlər. Onun üçün də İranda hər kəs istir gəlsin rahatsızlığın desin, gərək çıxa xiyabanda şuar verə, ölüm olsun Xameneyə. Çünki rahatsızlığa ayrı yol yoxdur deməyə. Ayrı yol olmadığı üçün, intiqad qədəğan olduğu üçün, qanuni halda intiqad İranda qədəğandır. İntiqadçılıq İranda qədəğandır. İntiqadın bir anlamı, müntəqidçiliğin ya etirazçılığın bir anlamı islahçılıqdır. Biz deyirik ki, indi baxın, bu da bir mənasıdır. Mən bunu yenə burada yazım. İslahatçı. Yəni, deyirəm ki, ağa, Azərbaycanda iş yoxdur. Bunun anlamı budur ki, bir şeyə etiraz edirəm, müntəqidəm. Deyirik ki, Urmu gölü quruluyor. Burada bu mərəzçılıqlar, bu imkanlar, adamların köçməsi, sərmayələrin aradan getməsinə müncər olacaq. Bu bir islahatçılıqdır. Yəni, əslində dövlətə deyirik ki, burada bir zülm gedir, bu zülmün qabağını al, yoxsa biz bu rahatsızlıqla əgər yazmasaq, çıxacaq, milləti biz çıxacaqla xiyabanda ölüm olsun Xümeyniyə, ölüm olsun Farsa, ölüm olsun İrana deyəcəklər. Baxın, yəni, müntəqid olmaq, islahatçı olmaqdır. Onlar ki, intiqad eləmirlər və intiqadı qəbul eləmirlər, mühafizəkardılar. Üçüncü jurnalizm hansıdır? Və mütəəssifانə İranda, Güney Azərbaycanda mətbuatda işləyən, danışdığı mətbuatı demirəm, öğrencilərin mətbuatını demirəm. Hamısı mühafizəkardılar. Dedim də ki, niyə də? Çünki mali cəhətdən bağlıdırlar. Hətta bu mali cəhətdən bağlı olmaq roşən fikriliği təyin edir. Roşən fikri ki, müstəqilli olmaya bir yerdən hüquq ala, roşən fikri ola bilməz. Roşən fikri istəyən müstəqilli ola, gərək söyüd ağacı kimi ola. Çınar ağacı kimi ola. Ona meyvə vermək üçün ona xidmət eləməyələr. Əgər sizə xidmət edirlər ki, fikrinizi deyəsiniz, pul verirlər ki, fikrinizi deyəsiniz, yəni siz müstəqil deyirsiniz. Mütəəssifانə. Bu, hər yerdə düzdür. Hər yerdə düzdür. Hangi sistem aparasınız, bu doğrudur. Mən burada Kanadada oxumuşam, research analizes oxumuşam. Hətta burada da bizə öyrədilər ki, research analizdə siz müstəqil research apara bilməzsiniz. Çünki sizə pul verirlər. Sizə pul verdikləri üçün siz məcbursunuz o adamın fikrinin əsasında təhqiqi aparasınız. Onun üçün də bu ki, mən bu təhqiqi nə cür aparım, nə istəyirəm burada, onu pul verən adamdan soruşacaqsan. O sənə deyəcək, mən nə istəyirəm. O nə istəyirəmi deyəcək, sən onun əsasında təhqiq başlayacaqsan. Müstəqil təhqiq başlamayacaqsan. Amma burada tüm etiraza icazə verirlər. Bu qərb məmləkətlərində, batı məmləkətlərində bu etirazlar yazılsın. Onun üçün bu fərq edir. Amma üçüncü jurnalist inqilabi jurnalismidir. İnqilabi jurnalismidir. İnqilabi jurnalist nədir? Bu münfəildir, bu etirazçıdır. Bu dəqiqən bu iki dananın tərsəsidir. İnqilabi jurnalist
vəziyyət mövcudu qəbul eləmir, etirazı da qəbul eləmir. Gərək dəyişilər. Çünki dərd o qədər dərindir ki, bu deyir, bu dəyişilməsə imkanı yox. Demirsiniz, baxın, inqilabi siz jurnalistində mümkündür deyə ki, qanun əsası gərək dəyişilər, Cumhur İslami gərək dəyişilər, bunlar deyilə bilər. Çünki sistem dəyişirsin. Amma ola bilər, fəqət məsələn, Urmuc ölündə deyə ki, belədir, ana dilində deyə belədir. Yəni, gərək deyə ki, yox, ana dili gərək rəsmi olsun. O adam ki, gəlir deyir, əsli 15 icra olsun, o əslində deyir ki, əsas İrançılıq və farsçılıqdır. Onun kölgəsində bizim həqqimiz vardı, bir vahidi dərsi ana dili oxuyaq. Çünki əsli 15 buna deyir. Əsli 15 deyir ki, در کنار زبان فارسی آموزش زبانهای مادری آزاد است. Zəbanı madarini, amma bunu riyazisini də öyrəşəcəksən, yox. Fiziki də türk öyrəşəcəksən, yox. Şimini də, tibbi də, filan da yox. Sən fəqət ana dilinin yazıb oxumasını öyrəşə bilərsən. Amma inqilabi jurnalizmi də deyir ki, yox. Mənim dilim rəsmi olmalıdır. Necə ki, fars dili rəsmi olmalıdır. Mənim haqqım, ictimai haqqım farsla bərabər olmalıdır. Hətta ondan yuxarı keçir. Bir, mən 100 il müstəmirə olduğum üçün, əgər istəyəm İranda qalam, gərək mənim ana dilimə fars dilindən çox xərc qoyula, həzinə qoyula, bodcu qoyula. Çünki 100 il məni dalıya saxlamışıq, 100 il büdcə lazımdır ki, bu gələ səndən bərabər ola. Farslar buna görə münfəildirlər. Farsların hamısı buna görə qorxurlar, etirazçı olsun, ya inqilabçı olsun. Jurnalizm inqilabi deyir ki, mənim bir idealım var, bir fikrim var, bir millətimə, bir vətənimə, bir dilimə, bir tariximə, bir kültürümə. Bu adam gəlirdi ki, vəziyyəti mövcud bizim nəfimizə deyil, bizim zərərimizədir. Bu gərək bizim xeyrimiz ola. Maşın dalı gedir, bizi yerindən sürür. Biz istəyək maşına minaq, qabağa gedək, gərək bu maşını durduraq, bu maşına oturaq, bu maşını qabağa sürək. Baxın, bu maşını sürücünün əlindən almalıyıq, özümüz bunda oturmalıyıq, istədiyimiz yönə sürməliyik. Amma indi bizi bağlayıblar, maşının dalısıcan Güney Azərbaycanda mətbuatın hamısı belədir, qazetələrin hamısı belədir. Bizi bağlayıblar, maşının dalısıcan maşını sürürlər, hangi yönə istirlər, bizi yerindən sürürlər. Biz onların dalısında sürünürük. Yalvarırıq ki, bizi süründürməyin. Jurnalizm inqilabi belə düşünür. Deyir ki, yox, bu maşını əlimə getirməliyəm, buna oturmalıyam, bunda özüm hangi məsirə millətim istir, o millətə tərəf, millətin mənafiyinə tərəf sürməliyəm. Bunun baxışı etirazçıdan çox yuxarıdır. Dəqiqən mühafizəkarın tərsəsidir. Mühafizəkar istir sistemi mövcudu saxlasın, münfəillidir, bir aynadır. Amma bu istir ki, əslən bu aynalığı sındırsın. Bu istir ki, desin, mənim bir fikrim var, bir düşüncəm var bu məmləkətə, bu torpağa. Bu millətə, bu dilə, bu vətənə, bu tarixə, bu musiqiyə, bu hünərə, hər şeydə mənim bir fikrim var. Mən bu fikrimi istirəm, bu millətə yetirəm. Fikri sadə demək deyil. Baxın, mən Xatəmi dövründə bir proje verdim, qəbul eləmədilər bunu. Dedim ki, siz gəlin islahatçılıqdan ad danışmayın. Deməyin, mən islahatçıyam, islahat elədi filandır. Gəlin deyin ki, ad qoymayın. Gəlin mədrəsələrdə 8 il Rahnumaydən ta Dəbiristanın axirinəcən 8 il elir. Ya 7 il elir. O zaman. İndi bəlkə 8 ildir, ya 9 ildir, bilmirəm. Bu 8 ili gəlin fəqət islahat, nə cür etirazçı olsunlar uşaqlar, nə cür müntəqid olsunlar, o dərsi verin ki, ideal şey nədir, indi biz hardayıq. Uşaqlara fəqət bunu öyrəşin ki, ideallıq nədir? Burada bir zehninizdə bir camiyə idealınız olsun. İndi də görəcək ki, bu vəziyyət mövcud budur. Bu ideal üçün etiraz eləyəcəkdir. Etiraz islahata müncər olacaqdır. 8 ildən sonra bu uşaqlar mədrəsədən çıxanda ya danışqahdan çıxanda 4 ildə danışqah çəkir. Siz 2 dövr danışqahdan hər ildə fərqli təhsillər çıxır da, o hər il adamlar onları islahçı eləsəz, camiə 8 ildən sonra
Bir dana nəsli yox, 3-4 nəsli dalbadal gələcəklər bunlar. Ya 8 ilin içində olan nəsli nə edirsiniz? Siz islahatçı edirsiniz. Amma qəbul eləmədilər. Niyə? Çünki əgər bir dana jurnalist mənfəillikdən, camiə münfəillikdən çıxsa etirazçılığa ya müntəqidçılığa, inqilabçılığa gedər. Bizlər münfəil bir camiənin inqilabçı jurnalistləri yox. Çünki biz öz-özümüzə, millətimizə bağlı olduğumuz üçün, Azərbaycan millətinə bağlı olduğumuz üçün iradları gördük, gəldik olduq etirazçı, etirazçılıqdan da gəldik olduq inqilabçı. Necə ki, əvvəl İrançıydıq, gəldik olduq federalçı, federalçılıqdan gəldik olduq istiqlalçı. Çünki yol beləsidir. Yəni yol bu cürsü gedəcək. Ya da ki, mənafi malidən ötürü İnqilabçılıqdan gedəcəksən, istihdam olacaqsan, bir dövlətə olacaqsan etirazçı, bir müddətdən sonra istəyəcəksən, rəis olacaqsan münfəil. Niyə İranda rəislərin heç bir fikri yoxdur? İdarələrdə heç bir dəyişiklik olmur müdürlərin əlinə. Çünki o, orada istəyə bir dəyişiklik dərsə, bu inqilab mənasındadır. O idarədə inqilabçı olmaq deməkdir. O fikirdə inqilabçı olmaq deməkdir və bunlar o fikirdən qaçırlar. Pəs bizim 3 cürə jurnalizmimiz vardı. Mühafizəkar ya ayna, etirazçı ya islahatçı, inqilabçı jurnalistçi. Kollən değişim istir. İnqilab təğyir ya devrim. Devrimçi jurnalizm. Güney Azərbaycana ən azı etirazçı olmalısınız. Yoxsa İranın xidmətində olarsınız. Normal bir jurnalist əgər istəyə ola biri normal, inqilabçı olmalıdır. Orada değişimləri istəməlidir. Burada bir cümlədə deyim, qurtarım. Bu bəhsi gələn həftəyə qalsın. Çünki bizim gələn həftə bu davam verərik. Devrimçilikdə bir var ki, ən aza qane olasınız. Ən az değişimə qane olasınız. İslahatçılıq budur. İranda deyək kəfə, mütalibat-ı mərdum. Yəni ən az değişim. Bir də var ki, ən çox değişimə, təğyirə danışasınız. Ən çox təğyir millətin mənafeyini təmin edir, ən az gedir münfəilliğə. Etirazçılıqdan dalıya oturur. Etirazçılıq olmur. Ən az gedir etirazçılıqdan dalıya. Onun üçün İranda islah tələblər, əhzab, təşkilat, əfrad, rəis, cumhur filan hər kəs ki islah tələbdir. Çünki ən azı istir, normalda fəqət mən rəis olum, mən rəis cumhur olum, mənim nəf quyuları bizim əlimizdə olsun. O 800 milyardı niyə Əhmədinəcad apardı? Kaş biz aparıydıq. Dava 800 milyardın aparmasıdır. O nəf quyularının üstündə kimin oturması, bu maliyyatın pulu kimin cibinə getməsidir. Ən çox da bu cür ki, müdürlər, rəis cumhur, dövlət, rəhbər hamısı gerək göz altında ola. Mən Almana getmişdim. Almanda Lindisburg'da nədir o məclisin adı? Bir parlamanları var Almanlıların. Berlində də iştibah eləməsən, şüşədəndir. Yəni, tamamilə saxtıman şüşədəndir. Siz eşikdən oturursunuz, belə xiyabanda yol gedirsiniz, ya maşın sürürsünüz. Nümayəndələri və işləyənləri məclisdə görürsünüz ki, orada dolanırlar, ya danışırlar. Səsləri gəlmir, amma siz onları görürsünüz. Mən soruşdum ki, niyə bunu şüşədən düzəldiblər? Dedi ki, bu sembol budur ki, millət, məclis və dövlət gərək o qədər şəffaf, aydın ola ki, biz onların işlərini görək. Bu, onun semboludur ki, millət eləyə bilir, eşikdən baxsın, məclisdə nə getir, dövlətdə nə getir, rəis cumhur neynir, vəzirlər neynirlər, iyalət neynir, bu dövlətlər sistemində nə cür işdir, onu biz görə bilək. Bu, simbolizə eləməkdir. Çox təşəkkür edirəm bu qismətdə xidmətinizdə oldum. 1-2-3 dəqiqədən sonra
əməli jurnalist bölümünə xidmətçi olacağam. Bir balaca qismətdən sonra xahiş edəcəyəm ki, mənə qoşulasınız. Buyurun.